Her birinize salam. Yeni ilin ilk reysiyle karşınızdayım. Yolumuz İran'adır. İran'a gedirik. İran'dan da böyük ihtimal Gürcistan'a yükləyəcəyik. Yani böyle bir reysim heç vaxt olmayıb İran'dan Gürcistan'a. İran'dan Gürcistan bazarına yükləyəcəyik, Tiflis bazarına. İndi məni Biləsuvarda Fəhmin gözləyir. Gedək çataq Biləsuvara, Fəhmini götürüm oradan. Onun maşını ucuya gömrüyü qarşısındadır dünəndən. Gelin Fəhmini götürüm oradan, gedək keçək İran'a. İranda başımıza nə gələcəyi, nətər olacaq, hər şey çəkib göstərəcəm. Bu səfər hər bir şey əla olmalıdır, çünki orada yük gəlib hazırdır, gözləyir. Biz girən kimi o yükü yükləyib çıxmalıyıq. Çünki bu dəqiqə İranda boşluqdur. Bayram indi qutarıb Rusiyada, yəni iş günü indi başlayır Rusiyada. Ona görə də hələ ki İranda maşınlar demək olar yoxa hesabdır. Ona görə tez girib tezdə çıxmalıyıq. Və sizə də bir şey də görsədim. Bəli, axır ki buradan EBS arıza aşıqası getdi. Sağ olsun Ülvi Usta düzəltdi. İndi gedək yol boyu görək gələcəkmi aşıqqa yoxsa yox. Çünki 99% dəyişdiyimiz krandan idi. Amma yəni 1% yenə ola bilər də kabellərdə və yaxud hansısa bir datikdə problem olmuş olsun. Mənim zənnimcə olmayacaq, çünki məndə yanılı qalırdı. Onu dəyişəndən sonra bu sönüb. Yolçu yolunda gərək. İndi yol boyu da çalışaram, 1-2 kadr yenə çəkim. Sonra gedək İrana. Gəlib çatmışam Biləsuvar Kurqundayam, Aspetrolonqa yanında. Fəhmin bəyimizi gözləyir ki, bu evdən çıxıb gəlsin. Gəlib çatsın. 18 yoxsa 20 kilometrdir buradan İran gömrüyünə, Biləsuvar İran gömrüyünə. Bunlar da ki, güclü qapaqlarımdır, ələtdirmişəm. İndi İrana keçəndən sonra bunları vuracam hamısının üstünə. Maşının görüntüsü biraz qəşəkdir, daha da qəşəkləşəcək. Krılonu da bağlayacağım üstünə. Açıqsında və salam, maşın qabaqdan heç bir problem olmayacaq görüntüsündə. İndi gəlsin, 5 dəqiqə çatıram deyib, 15 dəqiqədir. Gözləyirik hələ ki, görək haçan gəlib çatacaq. Acımışam, gedib yemək istəyirəm ömrünün qarşısında. İnşallah, görək nə olur. Fəhmin gəlib çıxsaydı, həll olardı. Gəldiniz başlayır. Yəqin o da atasıdır, düzdür, atasını üzdən görməmişəm. İstəməsə paylaşmaram. Fəhmin deyə Fəhmin. Niyə sən senin yoxdur? Sən nətər adamsan ya? Xoş gördük inşallah, nətər? İzləyicəyə bir salam ver görək. Sən də bir yaxlar dayday deyil, maşını çəkdən, dükkanın qabağı bağlamısan. Belə maşın olar, hə? Ona bax hələ. Orxan, germət qal. Almadı. Yoxdur, Allah haqqı yoxdur. Görürsünüz, bir dənə Cemilki tapşırdım ki, bunları yapışdıraq, onu da eləmədim. Uşaqlar, valla yox idi, Allah haqqı yox idi. Sən maç eləyim, öpürəm səni. Tərpənə. Ha, yox, quruyub, prosto yəni bir o tərəfə qoyun, şey cızılmasınlar. Atım üst-üstə bir mi? Üst-üstə yox. Ha, belə oturur. Ha, oturdum, nə qarasın? Bu da Fəhminin maşını. Fəhmindir, bratva. O da koddansın. O koddansın da havasını yıxsın. Bu da dayanacaqdır, belə deyək. Bu da problemli maşınlardır. Ya da göstərmirəm bu maşınları, siləcəm. Amma indi girəcəyik İrana. Ora İrandır. Görüm, yaxınlaşdırsam görsənəcək. Orada göy şey var, bax. Ora rengendi. Göy yox, göyün yanındakı işıqları yanan, nöqtə yanan rengendi. O tərəflərdə şeydir. Kömrüyün giriş qapısındayıq. İçəri girəcəyik, keçəcəyik. İnşallah. Görə İranda biraz vəziyyət pisdir. Sağ-salamat girək, çıxaq başqa içinə. Mən İrandayam. Maşını da saxladım. Bütün sənədləşməni elədik.
Maşın yəqin ki, bugün axşam bugün çıxmayacaq, sabah çıxacaq buradan. Bir qədər yemək zad yeyim. Hacam. Fəhminə dönüb gəlir saxlasın. Görək o harda saxlayacaq. Fəhminə deyim, axımda saxlayır. Köməliyim, sıxsın. Ha, bu da bizim aformiterimizdir, Ramin dadı. Ramin, salam canım Öpürəm ya. səni, öpürəm. Məni yox, izləyiciləri. İzləyicilər də öpürəm. Yəni İrana gəldiniz, yaxınlaşın buna. Daha doğrusu gəlməmişdən əvvəl əlaqə saxlayın, sizin bütün sənət işlərinizi görsün. Dolar gətirsinlər ha, dolar. Dolar, dolar gətirsinlər, hə Fəhmi? Gətirməsə, Bunlar İranın gözəlləridir. Bunlara bak. Bunlar necə böyüyüblər. Tərəf parmaqları. Ramil. Ay. Ramil. Ay. Ramil. Bunlara Sən bak. yoxsun. Tərtəmizlər, səni. Təmin etərsən, təmin etərsən. Sağ ol, sənə tərsin. Biz yine kubay. Ha? Yox, bunlara. Sən neyin də bu? Ramil baha. Axşamımız xeyir. Ramin Əcdahat da girdiyimiz 2 saatdır sənətlərimiz hazır deyir. Gəlin çıxışa. Çıxaq bəlkə də gecə ilə yüklədik. Gecə ilə gəlib təzə girdik gömrüyə. Sabah. Əgər elə olsa sabah Abiddən sonra Azərbaycandayım inşallah. Görək bu İranın rekordunu təzələyə bilirik. Maşın hava yıxsın. Tərpənim yavaş-yavaş. Çıxmışam çöldəyəm, gözləyirəm ambara gedəcək yükləməyə. Belə çıxır turist vaxt görməmişdim. Sən nə balacasan belə. Adı da Amin. Hətta deyirlər sən böyüyənə tur olasa. Qoza mən səsi belə incəldib deyəmirəm də. Şıpqamız yoxdur. Bu retarder arızadır. O düzələcəkdi, prosta düzəlmədi. Dedilər bir video ki o modullandı. Həm modulda bahadır. Dedim neyirəm bu qalıb onda eləçilər. Gözləyirəm gəlsinlər. Gedək. Və İranda internetlə bağlı problem var. Nömrələrin internetləri işləmir. Ona görə Azərbaycan nömrəsindən hələ ki 3G tutur, amma şeyə gedəndə ambara gedəndə orada tutmayacaq. Gözləyirəm. Fəhmin də gəlir. Fəhmin də çıxdı. Canavar da bu səvər. Ramin əlilə, Rami! Birinci bunu yükləyərəm. Sən sabah yükləyəcəm. Özün biləsən, $100 verəsən. Raminlə sporlaşmışıq da biz. Demişəm, girdiyim gün çıxarsan məni, mən sənə $100 verəcəm. Yox, bir gün artıq qalsam, sən mənə. Ona görə elə deyir. Gedək yükləyək maşınları. Gəlib çatdıq ambarın qabağına. Şimdi buradan girək içəri. Görək nə yükləyəcək. Yükümüz nə olacaq. Ya heyva olmalıdır, ya nar olmalıdır, səhv eləmirəmsə. Fəhmin. Gözümü çıxartdın Fəhmin, ev yoxdur. Bugün sabaha da var Fəhmin, ev yoxdur. Bu da ambar. Girəcəm, mən orada saxlayacam qabaqda. Bir an maşında arxa-arxaya gələcək. Yaxın verəcək. Yükləyəcəklər maşından maşına. Görək də. 3 dənə mal var içərisində. Biber, badımcan, bir də xiyar. 3 cür yük var içində. Ramin'den heç o yük vurmuyor. Çok aldadır adamları.
Adı Ramil, nədir familiyası? Fromani. Promani. Ramil Promani. Bak gəldi İrana, bu adama yaxın durmuyor. Yəni bütün izləyicilər hamımıza bölüşün. Baba. Bak bu adama yaxın durmuyor. Bu adam hamını alır. Bak mənə də aldadır. Bak ona bak. Sen seçim birden onu belirsin paylaşma arası olsun. Ha, olsun bir yaxın özü çəkmişəm də. Salam zat edirsən cəmaata. Bak bu adam məni yenə aldadır. Bak o şey bununla 4-cü dəfə də aldadır məni. Maşenli. Bak hücum eləyir bizə. Azərbaycanlılara zülüm verir. Azərbaycan. İşləməmiz də qutardı. Gəlin bir yerə ver də. Hazır. İndi qapıları bağlayaq. Fəhmin bəy, sizlə danışmaq istəyirsiniz bu arada. Heç Allah sana xeyri versin. Sağ ol Kərbəla. Allah'ın işine karşı. Önce var mı lan arkadaş? Necəsin abi? Sağ ol kardeş kurbanım. Sağ salamat aparaq bizə. Arada belə də olur. ver geçsin ver. Arada biraz da deyip gülmeli şeyler de olur. Herkese sabah xeyir olsun. Sabah yönü artıq gün ortadır. Dəhşət dərəcəsində külək var çöldə. Hava soyuqdur. Və mən hələ də Stoyankadayam. Sıram çatmayıb gözləyirəm. Gedim yemək zad yeyim. Sıram çatanda yenə çəkiliş eləyərəm. Demişlər güya maşın yoxdur. Düzə gömrük boş idi, mən girəndə gördüm. Amma xaladenk sırası doluydu. O da buradan yüklənənlərə aid deyil də, o pişi xaladenk sırasıdır. Həm görək başımıza nə gələcək. Gedək yemək zad yeyək. Orada da sıramız öyrənən ki, neçə maşın qalıb. İstər söndürürlər əlimlə. Bugün ayın 14-düdür. Səhər saat 10-dur deyəsən. Hələ ki buraxılış olmayıb, qabağımızda 2 dənə maşın qalıb. Axşam saat 5-də 2 sutq olacaq ki, İrana girmişik. Hər şey qaydasındadır. Malı da yükləmişik. Yəqin ki bugün girərik gömrüyə, sabahda çıxarıq. Hava yağışlıdır. Soyuq olmağına baxmayaraq külək yoxdur deyə o qədər soyuqluq bilinmir. Fəhmin hələ yatıb, mən getdim. Növbəmə baxdım, gəldim. Hələ növbə çatmayıb. Arkadakı Fəhmindir. Bu da mənim canavarımdır. Dəyişdim, Atkiniz adı. Amma rəngi dumağdır. Qaldırı sarılacaq, belə olacaq. Güzlü qapaqlarını hələ taxmamışam çünki bunlar germetika ilə vurulmalıdır. Hələ germetika almamışam. Yəqin ki bunu da qacaqda eləyərəm. Burada keçdi. Yağış yağır, yağış da eləmək olmur. Heç nə, izləmədə qalın. Abunə olun, komment yazın, dostlarınızla paylaşın ki hər kəs buraları görsün. Növbəmiz çatıb. İndi gəlmişik qapının ağzına. Qapının ağzında 3-4 dənə maşın var. İndi buraxılış verəcək, çıxacaq çölə. İndi də deyirlər ki, hələ kodumuz hazır deyil. Yəni gömrük içə girmək üçün kod lazımdır, o kod hazır deyil. 2 gündür bunlar nə iş görürlər, mənim maraqlıdır. Görək də indi. Buradan bir dənə çıxaq çölə. Sonra görək nə olur, nə baş verir. Gömrüyün içərisinə girməyinə 3 dənə maşın qalıb. Kodum yoxdur. Amma elə sürüb gələcəm, görüm nə olur. Kodsuz necə olur, nətər olur bilmirəm. İran gömrüyünün girişidir. Və qabağındakı maşınlardır. 1, 2, 3. Görək necə olacaq. Hər birinizə salam. Demək olar ki, hər gün bir dənə video çəkirəm. Dünən gəldim gömrüyün ağzına, kod hazır deyil deyə. Qəbul eləmədilər. İndi kodum hazırdır. İndi gömrüyün qapısının ağzındayam. Mən indi dönəcəm ora.
girəcəyik gömrüyün içinə. Yəqin ki, sabah bu vaxtlar Azərbaycan tərəfdə olarıq inşallah. Bəlkə də bu gün keçərəm, dəqiq bilmirəm. Bu gün ayın neçəsidir? Bu gün ayın 15-idir. Mən də ayın 12-si gəlmişəm axşam. Yenə yaxşıdır. Artıq elə 2 saatdan sonra 3 sutq olacaq ki, mən bura gəlmişəm. Bu gün ayın 16-sıdır. Saat 21:11-dir. Mən hələ də növbədəyəm gömrükdə. Nə bilim, görək necə olacaq. Bütün sənədlərim hazırdır, kodum da alındı. İndi düz səhər saat 6-dan dayandığım yerdəyəm. İndiyənə qədər tərpənməmişəm. Yəni xaladeniklərə indiyənə qədər buraxmayıblar, gözləyirik. Görək nə olacaq. Çox yorucudur İran, vallahi çox yorucudur. İran gömrüyü çox yorucudur. İnşallah ki, yaxşı olar. Sağ-salamat İrandan çıxım Azərbaycana. Ondan sonra yolumuz Qırmızı Körpü, oradan da Tiflis olacaq. Tiflis bazarı, Dezerti bazarı nədir? Adı elə olmalıdır. Gözləyirəm. İndi görüm, gəlib bıraxsalar yaxşı olacaq. Yorğunçuluq çoxdur, dəhşətlərdən çoxdur. Görək də. Bu görürsünüz yerdə şey var, tros var. O trosla dayanmışam burada səhər saat 6-dan, indi də saat 10-a işləyir. Buradan buraxmalılar, ora getməliyəm. Sağımda da bir zolaq var, solumda da bir zolaq var, burada da bir zolaq var, orada da bir zolaq var. Hər tərəfdən maşınlar buraxılır növbə ilə. Amma xaladenikləri konkret olaraq buraxmırlar da. Xaladenik gündə elə bir şey maksimum 10 dənə maşın gedir. 10 dənə. Nə bilək, görək nə olur. Deməli maraqlı bir şey olur. Oradan mənə buraxdılar, gəldi bir rengindən keçməyə. Rengin xarab oldu. Qaldı yarımçıq. Təsindən düzəltdilər, indi daldala vermişəm. Gözləyəm rengin açılsın, girim renginə. Yerinə qaytarsınlar, girim renginə. Yarımçıq qalıb, ortada qalıb. Nəticə bu İran reysi biraz qara buludlarla doludur. Allah'la xeyirləsin. Yaxşı düşlər, yaxşı olsun. Düzəltsinlər, çıxaq gedək. Keçək rengindən, ondan sonra çıxaq çölə. Daha doğrusu salyakada ölçsünlər, cəriməsini ödəyək, çıxaq çölə. Bax, orada içərdəydim, bu da rengindir. Ortada xarab oldu. İndi dayanmışam, gözləyirəm. Daldala verdim oradan bura. İndi deyəcəklər, girəcəm içəriyə sürəcəm. Fəhmin də arxamda dayanıb. Bilmirəm, görsənir yoxsa yox. Görək də. Deməli, saat 0:22-dir. Birin yarısıdır. İranın çıxış qapısına doğru irəliləyirəm. Harasa 3-4 dənə, 5 dənə maşın var qabağımda. Azərbaycan qəbul edikcə çıxacam İrandan. İnşallah sağ-salamat. Fəhmin də oradadır. Bilmirəm, görsənir yoxsa yox. Aşağı gücdən baxsa görərsiniz. Necə yükləmişik bərabər, elə də bərabər gedəcəyik düz Gürcüstana qədər, Tiflisə qədər. Deyəsən orada ayrı-ayrı bazarlara gedəcəyik. Xeyirlisi. Həssudur, İranla işimizi bitir yavaş-yavaş. Rami ilə dayanmışıq İranın çıxışında. Sağ olsun, əziyyəti çox oldu. Bizi necə içəri salmışsa, gecə saat neçədir? 1-dir də deyəsən. Gecə saat 1-dir. Hələ də burada mənləndir, bizləndir. Bizi qapıdan, o qapıdan yola salına qədər gözləyir. Sağ olsun, haqqı vala ilə. Sağ ol. Gedin sağ-salamat. Gedin sağ-salamat. Əziyyətin çox oldu. Biraz problemlər də oldu, amma hər işdə olur. Fəhmindir. Əlləri üstü sal yanında. Yoxsa Fəhmin. İrana bərabər gəlmişik. Canımız bu cümlə qutarır. İnşallah. Sən də can. Nə deyim? Pisləyəcəm, necə pislədir. Yox, pisləmirəm. Başda Allah var. Cana yanana da böyle bir köpül iş görmür. İrana bərabər girmişik. İranla bərabər işləmişik. Tiflisə də bərabər gedəcəyik. Fəhmin canciyərdir. Yaşca məndən balaca olsa da şapşipləri özündən böyükdür. Mən 3 yaş. Yaxşı, mən icazə verirsiniz. Sağ salamat, sağ salamat.
Axır ki Azərbaycan gömrüyün qapısına çatdım. Babamızın şəkli burada. İndi Azərbaycan tərəf qapını açanda girəcəm içəri inşallah. Gecəniz xeyir. Hal-hazırda saat 3-dür, 4-ə işləyib 13 dəqiqə. İndi çıxdım Azərbaycan gömrüyündən. Yoxlanışa verdilər, ambara verdilər, Dasmotura. İndi çıxaq çölə, növbəmizi yazdılar. Görək qarşımızda neçə maşın var, neçə gün çəkəcək gözləmək. Elə bir ki, gömrüyün stayankasında verib saxlayırıq maşını. Orada gözləyirik, növbəmiz çatanda giririk içəri gömrüyün içinə. Maşını yoxlayırlar. Malı boşaldırlar, itlə yoxlayırlar. Ondan sonra heç bir problem yoxsa yerinə yığırlar. Çıxıb yoluma gedirsən. Belə. Çıxım stayankaya, saxlayayım orada yatım. Görək. Daha doğrusu çıxım stayankaya, maşını saxlayayım, növbəmi yazdırım. Görək qarşımıza neçə maşın var. Herkesin sabahı xeyir olsun. Bütün videolarca sabahı xeyir, gecə xeyirlə başlayır, qutarır. Bəli, Dasmotordayıq burada. Fəhmin gəldi, oyatdı. Fəhmi də düşdü Dasmotora, mən də. O rentgen göndərdi. Növbədə 3 dənə maşın girib deyəsən içəri. Qabağımda mənim 4 dənə maşın qalıb. Yəni bugün axşama qədər mənim növbəm çatar. Mənim maşınımdır, orada Fəhminin maşınıdır, oradakı sarı xəttə var. Fəhminin atası gəlir deyəsən arxamızda. Eləcə Biləsuvar'a, Fəhmin Biləsuvar'da qalır. Eləcə ora yeməyi zad yeyək. Ondan sonra axşama tərəf qaydarıq var inşallah. Üzüm gülür. Mənim üzüm gülür. Gözümdən ambarı. Fəhmin və onun maşını. Bu nədə? Bu nədə? Böyüşdən düşmün bala deyil ya da. Qanun bala düşmüş idasını. Şimdi mənə zəng edib. Yaxda heç kim zəng eləmirdi bax. Bu imkanlı şəxsdir. Yalan deyir. Elə bil ki, Amma mən rayonda qalıram bu Bakıda. Hansı qızdı imkanlı şəxs? elə bil ki, kəmirçilər imkanlı şəxslər olur. Yalan deyir. Ya bugün axşama, ya da sabah səhərə. Bugün axşam mən otetim çatır, amma mən girmirəm, yoldaşlıq eləyirəm. Fəhmini gözləyirəm ki, sabah səhər bir yerə keçək, ambardan çıxaq gedək. Hə, Fəhmi? Bəli, tam doğru, tam düzgün vurğuladınız. Atından önləmsən. Ay, mən deymişəm. Allah haqqı yarım dağılır. Kuş var ya, kuş bir şey. Ay, nə quş? Hündüşka. Ay, hündüşka, sonra hündüşka gələr. Mən gülüm amma. Nə olsun saat indi 2-yə qalıb. Hələ biz avtırıq eləməmişik. İşte izləmədə qalın. Like eləməyi, abunə olmağı, komment yazmağı unutmayın. Yolumuz hələ ki davam edir. Gəlmişik maşınların yanına. Heç nə, salyakamız qutarıb, xaladelik sönüb. İndi təzələ salyaka demişik gətirəcəklər. Dolduracaq, havasını çıxardıb xotlayaq. Düzdür, hava sərindir, amma nə qaraq? İşləməlidə bu xaladelik, hə Fəhmin? Yox. Yox, nədir qaqa? Mən nasıl işlətmədim? Fırza klient belə deyişdir. Klient nədir, odur? Bəli. Heç nə, xaladelikləri salyakan vıraq, xotlayaq. Təzələn gedək çayxanaya, çay içməyə. Çəm oldu. Vaxt yoxsa getmir. İzləmədə qalın. Bu da Fəhmindir. Tanıyın bu yaraşıqlı oğlanı. Subaydır. Evlənməyə qız axtarır. Evlənməyə qız axtarır. Özə imkanlıdır ya. Yəni yalan deyir. Çox imkanlı. Harika, yalan. Çox imkanlıdır. Necə deyərlər, subay qızlar yazsın, mən onu nömrəsini verəcəm sizə. Gəldik maşınların yanına. Növbəmiz keçib. Bizim əvəzimizdə başqa maşın göndəriblər. Bizim növbəmizə çatanda biz də girəcəyik içəri. Xotlamışıq maşınları. Biraz hava zad yıxsın. Olsun əla. Qəşəng yağış yağır. Hər yer su palçıqdır. Yoxlanışa girək çıxaq.
Yolumuz Qırmızı Körpüyədir. Orada görə nə qədər növbə var. Bu da bizim maşınlar. Deməli belə. Ambardan da çıxdıq. Sağ salamat. İndi Fəhmin də arxamdadır. Gedirik üzü Qırmızı Körpüyə. Yavaş-yavaş, xırda-xırda Bəhramtəpə yolu gedəcəyik. Oradan da çıxacaq, deyəsən, Yevlax tərəfdən. O yolu heç vaxt getməmişəm. Amma indi gedəcəm. İnşallah. Düz bugün birinci gündür də. Keçən həftənin birinci günü axşam İrana girmişəm. Bir həftə çəkdi də opşum. Bir həftə çəkdi. İndi isə gedirik Qırmızı Körpüyə. Gedək, orada Tiflis bazarına gedəcəyik. Bilmirəm hansı bazardır. Olmamışam. Dezertə bazarı deyirdilər. İndi deyəsən dəyişilib. Nəzər başqa yerə gedəcəm, bilmirəm. Gedək, malı orada təhvil verək. Satacaqlar, satmayacaqlar, boşaldacaqlar, bilmirəm. Gedək ora. Oradan sonra inşallah yolumuz yenə həmişəki kimi Trabzon olacaq. Amma 100%lik deyil də. Ola bilər ki, yük olmasın. Elə oralardan vurum, qayıdım Bakıya. Amma yəni 90% gedəcəm. Balıq yükünə gedəcəm. Görək. Burada dayanacaqdır. Biraz yolu pisdir. Ona görə səliqəli yavaş-yavaş gedəcək. İran reysim bu səfər normal oldu, çətin olmadı. 4 günə çıxdıq, Azərbaycan tərəfdə oldum. 4 gün elə 3 gün yarım da, 3 sutka yarım. Çətin olmadı, rahat oldu. Girdiyim gün yüklədik. Biraz sənədləşmə gecə oldu deyə gec çıxdıq. Əslində girdiyimiz gün yüklədik. Səhərsi yox, 3 günün tamamında mən Azərbaycan tərəfdə olmalıydım. Rovunu 25 saat gecikdik, 25 saat. Sonra burada da ambara verdilər. Ambarda da bir sutka yarım otset var idi. O da biz gec gəldik deyə 2 sutka yarım oldu. Çünki bizim yerimizə başqa maşın verdilər içəriyə. Belə. Yavaş-yavaş gedirik. Deyəsən küləyə qarşı gedəcəyik. Xeyirlisi. Fəhmin qabağa keçməlidir əslində. O Fəhminə əllə edeyim, şair edeyim, keç qabağa. Da Fəhmindir. Fəhmi, sən qabaqda gel. Sən gelsə tanıyırsan da mən tanımıram. Salam deyil hamıya. O qabaqda getsin ki, çünki Bəhramtəpə yolunu o yaxşı bilir də, mən ilk dəfə də gedirəm. Bir dəfə getmişəm, ağırsa 2 il, bəlkə də 3 il bundan əvvəl. Qoy qabaqda geçsin. Belə, biz yolumuzu davam eləyək. Siz də izləmədə qalın. Vaxtınız varsa abunə olun, rəy bildirin. Gözəl günlər qabaqdadır hələ. Gözəl videolar qabaqdadır hələ. Gördüyünüz kimi EBS arıza yoxdur. Sağ olsun Ülvi Usta. Qəşəng düzəltdi. Kimə də lazım olsa yaxınlaşıb düzəltdirə bilər. Fəhmində də elə bir şey var. Onu da şey olsa gətirəcəm Bakıya. Gəlsin Ülvi Usta yanına, onun maşını düzəlsin. İnşallah. O da duzdandır. Duzdan düzəldiblər onu.
duz daşıdı. Elə ki onu yonublar yumru. İçinə də işıq qoşublar, işıq yanır. Onu mənə orada hədiyyə elədilər. Mən də onu aparacağam evə. Duz bilirsiniz də enerjidir. Mən də enerjiyə çox inanıram. Gəldik burada təkərləri sıxdırdıq. İndi Fəhmin verir maşının ora. Mən təkərləri sıxdırdım qəşəng. Qabaq təkərdəki dəmir halqa var, onu çıxartdım. Qalpaqları çıxartdım, yerinə alüminium qalpaqlar taxdım, qəşəng görsənir. İndi onu çəkib göstərəcəm. Mənim zənnimcə belə daha qəşəng görsənir. Qalpağı çıxartdıq. Oldu əla. Şimdi bunun daha uzundan satırlar Türkiye'de. Böyle şey olsa daha uzundan da alabilirler. Ama böyle daha geçiyor. Hayır acaba ne istiyorsan benden? Neyiniz ışığı? Ağzım mı? Kapıdadır. Nerede? O birisi kapıda. Ben şoför kapısında. Öpürəm səni. Ne ışığı var? Hiç tadı yoktu da bu şarkı. Bu da Samsun'da vurulan yer, de bilirsiniz. Kalpakları da hələ taxmamışam. Kalpakları da hələ taxmamışam. Buna görə taxmamışam kalpakları. Bir dənə geometrika gedib almadı mənim üçün. Taxa bilmədik bunları. Hamısı eləyən budur. Sokardan da həmişə kimi pollu bak elədik. Elə. Qiymətlər də qalxıb. Təzə ilin təzə zapravkası. Təzə qiymətlə. Burada yeni telefon andajı. Üzün güzeldir. Bu da doldu da olsun. Xadinikli de olsun. Karfanay. Sakar. Buranın salyakası yaxşı olur. Əvvəl mən həmişə Lukoil'dan vururdum. Ama Sokar'a daha üstünlüğü vermeye başlamışam. Buranın salyakası yaxşı Türk. Ha buna bak. Ay yeni kuman, yeni kuman. Tanıf balı. Senin ne var? Ne diyorsan ne diyemem. Vallahi isnəyim yok diye vermeyəcək. Sürü, Orkan da tar adamdır. Zapravkada elədik. İndi buradan razıvort eləyək, geri dönüş eləyək. Gedaq. Gedaq. Burada qırıq-qırıq xət var, buradan dönə bilərik. Geriyə. Fəhmin dev oradadır. Verim burada qırağa Fəhmin gözləyim. Ay yine qurban bal-balam. Darıxmışam onun üçün. Ronaldo üçün darıxmışam. Çox gedişdir, saat 5-dir. Biz hələ nə qədər yolumuz var. Nə qədər deyəndə baxaq da nə qədər yolumuz var. Qırmızı körpü. Biz. Qırmızı körpü zərər görmüş məntəqəsi. 361 kilometrimiz var. 5 saat yolumuz var hələ. Gedəcək, Bərdədən keçəcək Yevlağa. 365 kilometr. Düzdür. Yevlağa, Yevlaqdan da Gəncə, Şəmkir, Tovuz, Qazax eləncə 361, yəni 663 kilometr, 73 kilometr çatmalıyam, amma yəqin ki 680-da çatacaq. Çünki bu kilometrajlara uyğun gəlmir. Fəhmin çıx, çıx Fəhmin, çıx. Çıx. Qırıq-qırıqdır sənin çıxdığın yerdə, çıx.
Sen paçın şeyin biri niye yoktu? Zəncili ona deyim. Çox sağ ol deyir yol verdiyimə görə. Qəşəng ləzzətli qar yağır. Gəlib çatmışıq Qırmızı Körpüyə, 7 kilometrim qalıb. Zapravkaya girdim ki, Bakın üstünü tamamlayayım. Gömrüyü polunu Bakla keçim. Qazaxdayıq, hər şey qaydasındadır. Arxada görsənən də Fəhmindir. O burada zapravka eləmiş. Bayaq dediyim kimi gömrüyə az qalmışıq. Harca nə bilim bir 8 kilometr zat qalıb. 7 kilometr, bəlkə 6 kilometr. Qəşəng qar yağır, amma yerdə heç də yoxdur. Çünki 0 dərəcədir, 0.5 plusdur, beləçilədir. Həm duman var, həm qar yağır. Yəqin ki, görsənir. Amma əladır hava. Gördüyünüz kimi heç bir aşıbqa da yoxdur. Mən də hələ arada pritsepin ABS-in aşıbqa da verirdi. Mən onun şunurunu ayırıb sürürdüm də. Amma indi orada yadınızdadır videoda, köhnə video setkalarına qədər təmizlətdirdim. Lastiklərin ağızlarına təmizlədik, oldu əla. Heç o da aşıbqa vermir. Heç bir problem olmadan yolumuza davam edirik. Sağ salamat. Buralarda biraz ağarma var. Biraz ağarma var. O da yəni biraz dağa qalxsam burada ona görə. Elə də ki, yəni boş şeydir bizim üçün bunlar. Moskva qarı görmüş adamlarıq. Yəni bu ağarma bizə heç bir şey ifadə eləmir. Bu vlogumuzun sonuna az yaxınlaşırıq. Gelib indi orada növbəmi götürəcəm. Növbəm çatanda da gedəcəm Tiflis bazarına və orada vlogu yekunlaşdıracam. Dumanla qarışıq qar yağır. Qırmızı Körpüyə çatırıq. Hər şey qaydasında, hər şey əladır. Yəni gördüyünüz kimi heç qar yağsa da, yəni təkər heç sürüşüb eləmir. Sürüşmə işarəsi yoxdur. Əladır. Siz də qarlı, dumanlı videoya baxa-baxa zəhmət olmasa saxlayın, pause eləyin, abunə olun, rəy yazmamızsa rəy yazın, like eləməmişsə like eləyin, dəstək olun da bir sözlə, dostlarınızla paylaşın ki, Azərbaycandan belə bir video çəkən bir YouTuber var, tır sürücüsü var. Çünki bilirsiniz ki, Azərbaycanda yəni tır videolar çəkən yoxdur. İlk YouTuber mənəm. Olmağa daha da çalışıram, YouTuber olmağa çalışıram. Elə deyərlər, dəstəyinizi əsirgəməyin. Buna bax, buna bax. Gecəyə qar yağır. Başından saxlamışıq. Atma, atma. Fəhmi, bu qarın altında nə demək istəyirsən Fəhmi? Demək istəyirəm ki, bütün qartopoyunu özü soyuğa vermir. Bomba kimi qar yağır. Hazır da bir. Çok sağ olun. Hocam. Yok, sen çəkmə, başından çəkmə var. Fəhmi müəllim, nə demək istəyirsiniz bu qarını? Sən biraz sonradan ver mən yığılsam. Orada qəşəng qar yağır. Bax, Azərbaycan qarı başqa cür olur da. Gecə saat demək olar 3-dür. Dedim bu qarı sizə göstərim. Bir dənə gözəl qar yağır, dəhşət dərəcəsində. Bu da Fəhmindir. Mən orada saxlamışam, bax orada. Fəhminə yer tapamamışıq hələ. Görün nə gözəl qar yağır. Lapa-lapa qar yağır. Gözəl qar yağır. Moskvada belə qarları çox görmüşəm. Amma Azərbaycanda fərqlidir də.
Ayaqqabısını geyinir ona bax. Gecə saat 3-dür deyir acmışam. Bir də yemək yeyək. Burada yaxşı kafelər 24 saat işləyir. Ay Fəhmi. Gəl bura görüm. Gəl, gəl. Acını öldürdüm mən bu gün. Gəl. Mən acını öldürmüşəm ha. Bir dənə yer tapıb girəm. Bugün 4 dəfə yemək yemişik, 5-ci yeyəcək bax. Bir dənə yer tapıb girəməmişik. Allah haqqı. Yer var ya, oradakı deyirəm, Azərbaycan nömrəsində içində türk otuq deyir. Taxonu deyir, mən poza bilmərəm, 45 saat yatmalıyam. Deyirəm, niyə yalan danışsan? 45 saatlıq yatmaq yoxdur axı. Bax, bu da səhv saxlayıb, bax, bu ikisi. Hər kəs özünü düşünür də, yəni çox aralı saxlayırlar. Gözəl də qar yağır. Bu da Fəhmindir. Mən olmasam bu batar. Hə, sən olmasan mən bilmirəm nəyə çəkəcəm. Gəl. Bir də acından öldürəm. Hər birinizə salam olsun. Bu gün ayın 23-üdür, saat 12:44. Deməli, mənim növbəm indi çatdı. Harısı neçə nə qədər eləyir? 3 sutka yarım. 3 sutka yarımdan sonra növbəm çatdı. İnşallah gedirik indi çöldəki növbəyə dayanmağa. Yəni orada 10-dan 15-dən maşın olur, canlı növbə olur. Ondan sonra keçəcək Gürcüstana inşallah. Axırı gəldim, canlı növbəyə dayandım və ora gömrüyə gedir. Da Fəhmindir, yenə reklamlar, telefon qulağımda. Bu uşaq nə qədər telefonla danışır. 17 Pro Max qulağımda. Lağarsan. 17 Pro Max'ı reklam edirsən Fəhmi. Axır ki qardaş 3 sutka yarımdan sonra növbəmiz çatdı. Gedirik. Tiflis, Gürcistan. Yox qaqa, bu yol Sabirabada gedir. Çerez. Mən dəfələrlə buradan keçmişəm. Mən orada Azərbaycan yazısında necə olub ki, fikir verməmişəm. Gürcistanda necə Georgiya yazılırsa, burada da Azərbaycan yazısı var imiş. Az qalıb qabağımda maşınların sayına. Belə göstərəm. 3-4 dənə maşın qalıb, ondan sonra gələcəm Azərbaycan gömrüyünə inşallah. Neytraldayıq artıq. Keçirik Gürcistana. Keçək. Qabaqda həkimdən də keçəcəyik. Ondan sonra vəsə. Gedəcəyik inşallah Tiflis bazarına. Gürcistan bayrağı və yazısı. Çıxdıq Gürcü gömrüyündən də. İndi bu körpünü keçib keçən kimi sağa dönəcəm. Niyə protif gedir ki indi? Körpünü keçəcəm. Bax oradan bu yolla gedəcəm həkimdən keçməyə. Burası olmaq çox tələsirlər. Mən başa düşə bilmirəm. Hə, Fəhmin. Bilirəm. Körpünü keçən kimi gördüm həkim yoluna. Dalın girməliyəm, hə? Hə, yaxşı. Hə, mənə deyir ki, kod göndərəcəm indi. Mənə göndərəcək, həkimə göndərəcək, başa düşmədim, Natali. Dedi gir də, mən dedi göndərirəm kodu. Hə, dedi o bir maşına, dedim yanımdadır, də yaxşı. Yenə yığım deyim də, onu da girməyim. 092-də səndə? Yaxşı.
Yaxşı. Yaxşı. Alo. Ben girim doktora. Ha tamam şu. Ha. Onda 0.92'dir. Ha, ikimizin de kodu hazırdı. Bir gir həkimə. Fəhmin dedi, deyib Fəhmin maşını oradadır. Bilmirəm kameradan görsələr yoxsa oradadır Fəhminin maşını. Burada girən kimi sola dön, ged oradan fırlan. Ha, buradan sola dön. Fəhmin buranı deyilmiş. Plus 3 dərəcə hava var. Qarlar hələ tam əriməyib. Yəqin ki burada dayanacağam. Görüntünü söndürüm. Çünki məlumatım yoxdur burada. Fəhmin də gəldi çatdı. Oğlum şu maxana geçsən sənə daldım ben. Merhaba, değil sənətlər apar ver. Buradan nesə atmışsın? Ora day verəcək ona görə. Hastaydı. Orada yoxlanışdadır. Hastaydı verəcək. Yoxlanışdadır, sarı maşındır. Buna niyə vermirsən? Hara? Orta aradır. Buranı demirsən? Deyirəm day verəcəkdir ora. Ver da la. Sürməyi öyrənmədi də bu uşaqlar. Aylar yoxlanışdan çıxandan sonra maşını verəcək, qabaqda saxlayacaq. Bura icazə yoxdur. Valla vermişdi. Bunlar hamısı yoxlanışa keçib. Aslında qabaqda saxlamalıda səhv saxlayır. Barı versən verdi, sənətlər. Wi-Fi buradadır yaxınca. Atal nədir? Siz mənə atıb bir dənə çalışır, PDF fayl atıb. İkimizin də. 2 dənə 2000 teşekkürlük tekdir. Mən də atırsan. 2 dənə 2000 larli tek var. Sənədlərimiz hazır oldu. Yəni sənədlərimiz deyiləcək həkim kağızı. O gətirdilər, verdilər. Gedək qabaqdan sığortamızı alaq. Gecən qırmızıya düşmüşük. Gəlib Geyziyə girəcəyik. Gəlib buradan çıxaracaqlar. Oradan da ambara inşallah. Burada en az bir 3 saat dayandıq rahat. Gedirik indi. İndi qabaqda sığortamı alacağım, pul dəyişəcəm. Oradan da Geyziyə gedəcəyik. Yazdıqsa həmişə mən buradan keçəndə sizə dedim ki, burada Geyzi var. Malları rastlamoş gəlirlər. İndi mən Geyziyə girəcəm. Düzdür, inanmıram, çəkiliş edə biləm. Yəni, burada Geyzi döngəyə qədər çəkərəm, şlagbana qədər. Vəssalam. Çünki içəri gömrüydü də, gömrüydə çəkiliş eləmək olmaz. Rastlamoş qeyridir. Azərbaycanda necə ki, terminallar var, İpək yolu, Xocasən. Orada elənçinədir. Burada tramplin olmalıdır. Burada kəsikdir də tramplin arasından keçmək olur. Yavaş-yavaş vlogun sonuna çatırıq. Sizdə zəhmət olmasa abunə olun. Əgər olmamışsınızsa komment yazın, rəy bildirin, dostlarınızla paylaşın. Qoy daha çox kütləyə ulaşsın düşlərdiyimizkən video. Çox izlənmə gəlsin. Başıma taxmadım. Tramplini keçib sola dönəcəm. Hadi bir nəfər çöldə gözləyir bizi. Kamera
da başıma taxmadım çünki çıxart eləmək istəmədim. Girək içəri. Tez çıxacaq, qalmayacaq çox. O qabaqda gedən adam bizim sənət işlərimizi həll edəcək olan adam. Bura Geyzin girişidir. Gəldik çatdıq Geyziyə. Hər şey qaydasında. Bizi yalandan orada kafedə qorxutdular ki, yol marozdur, Güzbandan gəlmişik sürüşə. Plus 3 dərəcə idi. Heç maroz zad yox idi. Onlar üçün marozdur yani. Onlar sürməyə bacarmırlar. Yəni şimdi Gezdəyib yarım saata, 1 saata buraxacaqlar bizi. Çəkil. Şəpşiplərinə baxın buna. Eliş, şəpşiplərimiz deyişək. 20 dəqiqə sürsən də 3 millet uzaqdır. Ya. Yat çatmış. Fəhminlə yollarımız ayrıldı indi. Proses yadından çəkmədim. Fəhminlə yollarımız ayrıldı. O arxada qaldı, sağa dönüb orada girəcək Esklada. Mən də ki, hələ ki gedirəm 4.6 kilometr var. Çox uzaq düşdük, heyf. Rahat 5 kilometr məsafəmiz var. Görək nə olacaq. Görək başımıza nə gəlir. Gedək malı təhvil verək. Mənə gözləyirlər orada. Bugün ayın gömücəsidir. Bugün ayın 24-düdür. Gecə saat 2:20 dəqiqə qalıb. Gəldim çatdım Tiflisdə ambara. İndi malı boşaldacaqlar. Biraz orada çəkiliş eləyəcəm. Ondan da videonu yeşillaşdıracağım. Arkasını verdim. Saxladım. İndi boşaltmağa başlayacaqlar. Məncə buradan yolum davam eləyəcək. İnşallah. İnşallah ki videonu bəyənərsiniz. Kanala abunə olmağı unutmayın. Videolara rəy yazın, bəyənin, paylaşın dostlarınızla. Böyük bir kütləyə sahib olaq. Baxın əyləncəli tərəflərində, çətin tərəflərində çalışlarımı sizə göstərim. İnşallah ki videolar davamı da olacaq. İzləmədə qalın, özünüzdən müğayət olun. Video indi burada sonlanmır. Boşalmanı da izləyəcəksiniz. Ondan sonra video bitəcək. Sağ olun, sağlıqla qalın. Nasıl oynadın?